Bəs filan Məşədi, Kərbəlayı, Hacı içki süfrəsində oturur axı. Bəs filan hicablı toyda kişilərin qarşısında rəqs edir axı. Bəs filan hicablı naməhrəmlə əl-ələ verib görüşür axı. Bəs filan hacı bizlə görüşür, qucaqlaşır. Sən niyə görüşmürsən? Sən niyə bizə əl vermirsən? Əgər bu günah olsaydı, onlar da etməzdi axı. Harada yazılıb ki, filan hacı filan əməli edirsə, o düzgündür. Dinin dediyi sözdür. Harada yazılıb? Mənbə haradır? Kim deyir bunu? Harada özünüzə sərf eləyib? Bəli, Hacı, Məşədi, Kərbəlayı olur höccət. Yəni, mənim üçün bir dəlil, bir mənbə. Harada sərf eləmir? Bəli, Kərbəlayılar belə edir, Məşədilər elə edir. Qurana baxanda, imamlarımızın kəlamlarına baxanda görürük ki, bəli, namaz vacibdir. Amma ziyarətə gedib namaz qılmır. Heç ziyarətə getməsən də sənə namaz vacibdir. Ziyarətə gedib, həc ziyarətinə gedib, şərab evi açıb və yaxud da dükanını şərab evinə arenda verib, icarə verib. Bəzən görürsən ki, heç Məşhədə, Kərbəlayı gedməyib, amma dinin bütün vacibatlarına əməl edir. Ondan deyil ki, biz gərək Qurani Kərim və Əhl-i Beyt əleyhissalamın kəlamlarına baxıb dindən çıxarış edək. Yoxsa, mən harada bir söz tapa bilmədim, əlimdə bir bəhanə olsun. Bəs filan Məşədi, Kərbəlayı edir axı.